23-cü bölüm Məcdəlli Məryəmin yoxa çıxması. İsa'nın 12 həvarisi bir seçimlə üz-üzə qaldı. Ya özünü, ya da Allahın höccətini qorumaq. Onların seçimi Matta kitabında belə qeyd edilib. O zaman həvarilərin hamısı onu tərk edib qaçdı. Həvarilər gizləndilər. Çarmıxa çəkilən şəxs isə döyülərək işgəncəyə məruz qaldı və çarmıxda asılı qaldı. Kişilər İsa'nı tərk etdilər. Lakin bir qadın onun tərəfində durdu. İsa'ya hətta 12 həvaridən daha yaxın olmuş barəsində ixtilaf edilən bir qadın. Bu qadının adı Məcdəlli Məryəmdir. Dörd rəsmi İncil kitabı tez-tez İsa'nın risaləti boyunca baş vermiş hadisələrin gedişatı barədə bir-biriləri ilə ixtilaf edir. Halbuki onlar bir məsələdə həmfikirdirlər. Məcdəlli Məryəmin İsa'nın yanındakı mövqeyi. O, 4 İncilin hər birində zikr olunur. Çarmıxdan sonra İsa öz yaxınlarına bədəndə görünən vaxt onun rolu məxsusən önəmli olur. Matta, Mark, Luka, Yuhanna İncillərinin hamısı Məryəmin necə dirilmiş İsa'nı görən ilk şəxs olduğundan danışır. Və bu kitablara əsasən Məryəm İsa'nın zuhur etdiyi xəbərini gizlənmiş kişi həvarilərə çatdıran şəxsdir. O, elçilərə elçidir. Amma sonra o, heç bir açıqlama olmadan İncildən tamamilə yoxa çıxır. Həvarilərin işləri kitabı ondan heç bəhs etmir. Pavelun heç bir məktubunda da o gözə dəymir. Hekayənin ən həssas yerində onun anidən yoxa çıxması əksər insanları çaşdırır. Madam ki, o əsas hadisələrdə mühüm rola sahib idi, nəyə görə yeni əhdin başqa yerlərində demək olar ki, heç zikr olunmur? Verilməli olan sual budur. Məcdəlli Məryəmə nə oldu? Onun adı dünyaca məşhurdur və deyə bilərik ki, onun qissəsi kişi həvarilərin hər birindən daha məşhurdur. Bəs Məcdəlli Məryəmin el arasındakı qissəsi nə dərəcədə doğrudur? İlk olaraq o, Luka İncilinin 8-ci fəslində gözə dəyir. Bu hadisədən sonra İsa Allahın mələkutunu bəyan edərək və müjdələyərək şəhərləri və kəndləri gəzməyə başladı. 12 nəfər də onunla birlikdə idi. Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, içindən 7 şeytan çıxmış Məcdəlli adlanan Məryəm, Hirodun vəkili Xuzanın arvadı Yuhanna, Suzanna və malları ilə onlara xidmət edən bir çox başqa qadınlar da İsa ilə idi. Məcdəlli Məryəm haqqındakı bu təqdimat onun islah olmuş bir qadın olduğunu göstərir. Lakin tez-tez təsvir olunduğu formada deyil. Əsrlərdir ki, rəsm əsərlərə həddən artıq seksuallaşdırılmış bir Məcdəlli Məryəm obrazı təsvir edir. Bu da onun sonradan İsa'nı izləməklə günah yoldan uzaqlaşmış bir fahişə olduğuna dair geniş yayılmış bir inancdan törəyib. Lakin bu təsvir başdan ayağa anlaşılmazlığa söykənir. Luka İncilində Məcdəlli Məryəmin təqdim edilməsindən əvvəlki fəsildə naməlum bir qadın İsa'nın yanına gəlir. Pasaj onu günahlarla dolu həyat yaşamış biri olaraq təsvir edir. Qadın arxada İsa'nın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə onun ayaqlarını islatmağa başladı.
O, İsa'nın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətir vurdu. Axırda İsa qadına deyir ki, İmanın səni xilas etdi, arxayın get. Yuhanna İncilinin başqa bir pasajında isə deyilir ki, bir qadın İsa'nın ayağını bahalı ətirlə yağlayır və öz saçları ilə qurulayır. Bu qadın İsa'nın diriltdiyi məşhur Lazarusun bacısı olaraq tanınır. Onun adı da Məryəm idi. Və bu fakt böyük qarışıqlığa səbəb oldu. 6-cı əsrdə Katolik papası Qriqori Məcdəlli Məryəmi bu iki şəxslə Luka İncilində keçən adsız günahkar qadın və Lazarusun bacısı Məryəmlə birləşdirdi. Bu minvalla fahişə Məcdəlli Məryəm imici yarandı və 14 əsr bu şəkildə davam etdi. Nəhayət 1969-cu ildə Katolik kilsəsi önə çıxaraq bu məsələni səhv anladıqlarını bildirdi. Kilsə bəyan etdi ki, onlar əslində 3 fərqli qadındır. Lakin artıq iş işdən keçmişdi. Məcdəlli Məryəmin adı bugünə qədər hələ də günahla əlaqələndirilir. Katolik kilsəsi nəyə görə İsa'nın ən yaxın qadın tərəfdarının adına qara yaxsın? Bu sadəcə bir səhv idi, yoxsa onların gizlətdikləri bir şey var idi? Hər bir halda bu ictimaiyyətin gözündə Məcdəlli Məryəmin ehtiramını aradan apardı. Məcdəlli Məryəm haqqında çox az məlumat olduğu üçün Papa bu saxta hekayəni düzüb qoşmağa qismən də olsa bacardı. 1-ci əsrdə kişilərin dominant olduğu bir cəmiyyətdə qadınlar öz həyatlarındakı kişilərə, ataya, ərə, hətta qardaşa da nisbət verilirdi. Odur ki, Məcdəlli Məryəm müəmmalı bir ləqəb idi. Onun yaşadığı zamandan bəri insanlar onun ləqəbinin mənasını açmağa çalışıblar. Bəzilərinin iddiasına görə Məryəm Cəlilə sahillərində yerləşən Məcdəl adlı bir balıqçı kəndindən idi. Bəziləri də düşünür ki, onun soyadının simvolik bir mənası var. Beləliklə, əgər Məcdəlli Məryəm rəzil bir günahkar qadın deyildisə, bəs kim idi? Kanonik İncillərdən açıq-aydın anlaşılır ki, Məryəm böyük ehtimalla yüksək sosial statusa və sərvətə malik bir qadın idi. Luka İncili də bildirir ki, o, İsa'nı və həvariləri öz vəsaiti ilə təmin edirdi. Biz həmçinin Məryəmin xidmətçilərin ən ixlaslısı olduğunu bilirik. O, axıra qədər çarmıxın yanında qaldı. Çarmıxa çəkilən şəxsin vücudunu dəfn üçün hazırladı və günlər sonra İsa'nın diri olduğuna şahid olan ilk şəxs oldu. Yeni əhddə Məryəmə axırıncı dəfə istinad olunanda İsa ona bir tapşırıq verir. Qardaşlarımın yanına gedib onlara söylə, öz atamın, sizin atanızın, öz Allahımın, sizin Allahınızın yanına gedirəm. Məcdəlli Məryəm elə bu cürdə edir. Sonra deyilir. Məcdəlli Məryəm həvarilərin yanına gəldi. Onlara Rəbbi görmüşəm dedi və Rəbbin ona bunları söylədiyini bildirdi. Elə bu səbəbdən də ona elçilərə elçi adı verildi. Şübhəsiz ki, Məryəm onlar üçün bir imtahan idi. Çünki təxminən 2000 ildir ki, Məcdəlli Məryəm haqqında bilinən hər şey İncildə keçən bir neçə sətirlik mətndən ibarətdir. Lakin 1945-ci ildə Nag Hammadi şəhərində yerli fermer ilə qardaşı ağzı bağlı bir səhəngə rast gəldilər. İçində dəri üzərinə yazılmış 12 kitab tapdılar.
Aralarında həvarilərin bəzilərinin adlarını daşıyan İncillər də var idi. Bunlar Katolik kilsəsi tərəfindən İncildən çıxarılmış itmiş İncillər idi. Misirdə gizlədilmiş bu qorunub saxlanan köçürmələr olmasaydı, bu İncillərin içində olanlar əbədi olaraq itirilmiş olardı. Gnostik İncil deyə tanınan, son vaxtlar tərcümə edilmiş bu kitablar erkən xristianlıq ilə Məryəm və İsa arasında olan münasibət haqqında bildiklərimizi kökündən dəyişdirdi. Məcdəlli Məryəm Gnostik İncildə bariz şəkildə xarakterize edilir. Bu kitablar həmçinin Məryəm ilə kişi həvarilər arasındakı gərgin dinamikanı ortaya qoyur. Bu 12 nəfər Məryəmin Peyğəmbər ilə yaxın münasibətinə paxıllıq edirdi. Çünki o bir qadın idi. Thomas İncilində belə deyilir. Simon Petrus onlara dedi: Məryəm aramızdan çıxsın, çünki qadınlar həyata layiq deyil. İsa dedi: Bax, mən onu kişi etmək üçün hidayət edəcəyəm. Siz kişilərə bənzər bir ruh olsun deyə. Çünki kişiləşən hər qadın göylərin mələkutuna girəcək. Filip İncilində kişi həvarilər İsa'dan soruşurlar ki, Niyə onu bizdən çox sevirsən? Soter, xilaskar belə deyərək cavabladı. Niyə sizi onun kimi sevmirəm? Əgər körlə görən qaranlıqda birlikdədirlərsə, aralarında fərq yoxdur. İşıq gələndə görən işığı görəcək, kör isə qaranlıqda qalacaq. İlk 3 İncildə Məryəm İsa'nın yaxın tərəfdarı olaraq təsvir edilir. Gnostik İncillər isə Məryəmi hər dəfə İsa'ya ən yaxın və onun mənəvi mesajını həqiqətən başa düşən yeganə həvari kimi təsvir edir. Pistis Sofiya kitabında İsa əleyhissalam Məryəmə deyir: Sən qəlbi göylərin mələkutuna bütün qardaşlarından daha çox yönəlmiş birisən. Başqa bir yerdə isə deyir: Afərin Məryəm, sən yer üzündəki qadınların çoxundan daha mübarəksən. Çünki sən tamamın tamamı və kamalın kamalı olacaqsan. Həmin mətndə İsa əleyhissalam kişilərə də ictimai şəkildə bəyan edir ki, Buna görə də əvvəllər də sizə demişəm, mən harada olacağamsa, 12 həvarim də orada olacaq. Ancaq Məcdəlli Məryəmlə Bakir Yəhya bütün həvarilərimdən və sözlərlə ifadə edilməyəcək ecazkarlıqları əldə edəcək, bütün seçilmiş kəslərdən yüksəkdə olacaq. Və onlar mənim sağımda və solumda olacaqlar. Mən onlaram, onlar da mən. Məcdəl sözü hərfi tərcümədə qala mənasına gəlir və məcdəlli sözü əsasən sürünün qalası mənasında şərh edilir. Yəni İsa'nın da dediyi kimi Məryəmin məqamı. Məcdəlli Məryəm haqqında əlimizdə olan ən mühüm məlumatlardan bəziləri tamamilə təsadüfən ortaya çıxıb. 1896-cı il yanvar ayında Qahirə Antik Əşyalar bazarında bir papirus kodeksi ortaya çıxdı. 2-ci əsr Yunan mətninin 5-ci əsrdə olunmuş tərcüməsinin adı Məryəm İncili idi. Mətn bu səhnəni qurur. İsa'nın kişi həvariləri onun öldüyünü düşünərək çölə çıxıb İsa'nın dinini öyrətməyə qorxur. Məryəm bu qorxmuş həvarilərə onlar İncili öyrətməyə başlayanda İsa'nın lütfi ilə qorunacaqlarını deyərək
onları rahatladır. Sonra mətndə Məryəmin gizli vəhyin mənbəyi olduğu açıqlanır. Peter Məryəmə dedi: "Bacı, biz bilirik ki, Məsih səni bütün qadınlardan çox sevirdi. Məsihin sənə dediyi sözləri sadəcə sənin bildiyin, bizim heç vaxt eşitmədiyimiz üçün bilmədiyimiz sözlərini xatırladığın kimi bizə de." Məryəm dedi: "Sizdən gizli olanı sizə açıqlayacağam." O, həvarilərə çarmıxa çəkilmə hadisəsindən və İsa yoxa çıxdıqdan sonra onu yuxuda gördüyünü dedi. "Mən yuxuda Rəbbi gördüm və dedim ki, Rəbb, bugün səni yuxuda görmüşəm." O cavabında belə buyurdu: "Mübarəksən. Bir halda ki, məni görəndə titrəmədin. Ağıl hardadırsa, xəzinə də oradadır." Məryəm öz ilahi yuxusunu danışdı və ruhun əbədi istirahət yerinə yüksəlməsi yönündə öz ruhani təbiətini ortaya çıxarması üçün öhdəsindən gəlməli olduğu çətinlikləri izah etdi. Məryəm onlara İsa'nın gizli təlimlərini anlamaqda tam olaraq istədiklərini verdiyi zaman onlar dərhal ondan şübhələnməyə başladılar. Andrey onun dediklərini əcaib fikirlər sayaraq rədd etdi və ona inanmadığını bildirdi. Peter açıq-aşkar paxıl kimi göründü. O dedi: "Elə isə o bizdən xəbərsiz bir qadınla təklikdə danışır. Biz indi duraq ona qulaq asaq. O bu qadını bizdən üstün tutdu." Məryəm özünü müdafiə edərək deyir: "Qardaşım Simon, de görüm nə düşünürsən? Bunu özümdən uydurduğumu və ya Məsih haqqında yalan danışdığımı düşünürsən?" Matta da Məryəmi müdafiə edərək dedi: "Əgər Məsih onu buna layiq görübsə, sən kimsən ki ondan üz çevirirsən? Şübhəsiz ki, Məsih onu yaxşı tanıyır. Ona görə də o, onu bizdən çox sevirdi." Filip İncilində də bu fikir əks olunur və Məcdəlli Məryəm İsa'nın dostu rəfiqə adlandırılır. Məsihin digər həvarilərindən daha çox sevdiyi və tez-tez dodağından öpdüyü. Qnostik İncillər açıq-aydın göstərir ki, Məcdəlli Məryəm digər həvarilər kimi deyildi. Onlar həmçinin İsa'nın risalətini öyrətməkdə Məryəmin qorxusuzluğunu da təsvir edir. Qadının rəhbərliyinə yer verilməyən bir dünyada Məryəm utancaqlıq etmədi. Beləliklə bu məntiqlə çarmıxa çəkilmədən sonra İsa'nın öz həvarilərinə gedib bütün millətləri həvari etmələrini dediyi vaxt Məryəm dəvəti boyunca olduğu kimi yenə də ön sıralarda idi. Ancaq tarixə əsasən Məcdəlli Məryəm müəmmalı şəkildə yoxa çıxdı. İsa çıxıb getdikdən sonra gənc inancı qeydə alan Yeni Əhd kitablarında Məryəmdən əsər əlamət yoxdur. Məcdəlli Məryəmin sonrakı illəri haqqında bildiyimiz hər şey sadəcə əfsanəyə əsaslanır. Xristianlıq böyüyüb çəkləndikcə Məcdəlli Məryəmə olan ictimai maraq da artdı. Məryəmin sonrakı həyat hekayələri demək olar ki, xristianlığın sahib olduğu bütün dillərdə və yerlərdə mövcuddur. O, şərqdən qərbə qədər bütün kilsələrin himnlərinin, şeirlərinin və ədəbiyyatının mövzusu olmuşdur. Lakin onun həyatına ən çox maraq göstərilən dövr orta əsrlər olub. 13-cü əsrdə Jakobus de Varagin adlı bir nəfər Qızıl Əfsanə adlı müqəddəslərin həyatlarının məcmuəsini yazdı. Bu məcmuə Məcdəlli Məryəmin sonrakı illərinin ən məşhur nağıllarından ibarətdir. Qızıl Əfsanə Katolik dininin klassik mətnlərindən biri sayılır. Əfsanəyə görə çarmıxa çəkilmədən
14 il sonra Məcdəlli Məryəm, Marta, Lazarus və qədim kilsənin başqa müxtəlif müqəddəsləri ilə birlikdə kafirlər tərəfindən sükansız gəmiyə atıldılar və hamısı bir dəfəlik boğulsunlar deyə gəmini dənizə ötürdülər. Amma gəmi Allahın gücü ilə yönləndirildi və sağ-salamat Fransanın cənubunda yerləşən Marsel şəhərinə çatdı. Mətndə deyilir: Müqəddəs Məcdəlli Məryəm Allahdan olan şeylərin seyrinə dalaraq, yaşamaq üçün öz istəyi ilə köçərək, Allahın mələklərinin əlləri ilə onun üçün hazırlanmış bir dağ mağarasına çəkildi. Və orada hamıdan naməlum şəkildə 30 il ömür sürdü. Günü bugün Fransanın cənubunda bir bazilikada onun sümüklərinin qalıntıları olduğu iddia olunur. Amma bu Məcdəlli Məryəmə xas olmayan qəribə bir son kimi görünmürmü? Bu o qadındır ki, İsa ilə birlikdə ön cərgələrdə idi. Elçilərə elçi idi. Bir qadın ki, 12 həvarini önə atılaraq zülmə qarşı İsa'nın dinini öyrətməyə təşviq etdi. Belə bir qadın bir zamanlar öyrətdiyinin əksinə gedərək 30 il boyunca bir mağarada gizlənərmi? Çox ehtimal ki, bu hekayə Məryəmin Yerusəlimdən və tarixdən yoxa çıxması faktına bir izah olaraq uydurulub. Bəs ola bilərmi ki, o öz mövlasının yolu ilə getsin? Luka İncilinə əsasən İsa bir dəfə belə buyurmuşdu: Sizə doğrusunu deyirəm, heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. Gnostik kitabda isə James'in ilk vəhyində İsa öz həvarisinə belə deyir: Yerusəlimi tərk et, çünki o, Nurun övladlarına həmişə aclıq badəsini verəndir. Birinci əsrdəki dünyanı təsəvvürünə gətir. Şəxsiyyət vəsiqəsiz, insanların addımlarını izləyən sistemlərdən azad bir dünya. Belə bir dünyada bir şəhəri tərk etmək və yeni bir kimliyə bürünmək çox asan olardı. Deyək ki, sən həqiqətən də insanların səni tapmaması üçün izini itirmək istəyirdin. Nə edərdin? Böyük ehtimal adını dəyişdirərdin. Bəlkə də hər şəhərdə müxtəlif adlardan istifadə edərdin. Ola bilərmi ki, İsa da Yerusəlimdən və yazıya alınmış tarixdən məhz bu cür diqqət çəkmədən səssizcə yoxa çıxsın? İllər əvvəl İmam Əhməd Əl-Həsən əleyhissalam qeybə çəkiləndə İmam Mehdi əleyhissalamın dəvətini yaymağı dayandırmadı. O, insanlara yaxınlaşar, onlarla söhbət edər və onları dəvət haqqında məlumatlandırar, sonra da çıxıb gedərdi. İnsanlar isə onun həqiqi kimliyindən tamamilə xəbərsiz idi. Bəs İsa əleyhissalamın öz səyahəti dövründə Məsihin dinini öyrədib və sadəcə olaraq özünü İsa'nın həvarisi kimi tanıtdırıbsa necə? Faktiki olaraq İsa'nın çox az tanınmış bir həvarisi haqqında diqqətə layiq bir hekayə var və ona nəzər yetirməyə dəyər. Bundan əvvəl İsa'nın dəvətini dünyanın dörd bir yanına yayan 12 həvarinin səyahətini tədqiq etdik. Onların çoxu bu yolda şəhid oldular. Onlar yenicə doğulmuş bu dinin toxumlarını bütün dünyaya əkdilər. Nəhayət İsa'nın həvarisi olduğunu deyən müəmmalı bir nəfər peyda oldu və bütün səltənəti dəyişdirdi. Tarixçi Evsebi Pamfil bu hekayəni özünün dini tarix əsərində qeydə alıb. İsa'nın dəvət verdiyi illərdə Dəclə və Fərat çaylarının arasında yerləşən bir bölgədə Əkbər adlı bir hökmdar var idi.
Hökmdar çox xəstə idi. O, İsa'nın insanları möcüzəvi şəkildə sağaltmaq bacarığını eşidəndə, onu da sağalda biləcəyinə ümid edərək İsa'ya belə bir məktub göndərdi. Edessanın hökmdarı Abqarusdan Yerusəlim diyarında ortaya çıxmış möhtəşəm qurtarıcı İsa'ya salamlar. Mən sənin haqqındakı məlumatları və dava dərmansız etdiyin müalicələri eşitmişəm. Deyilənlərə görə sən körlərin gözlərini açır, şikəsləri ayağa qaldırır, güzamlıları sağaldır, napak ruhları və şeytanları qovursan. Həmçinin uzun sürən xəstəlikləri sağaldır və ölüləri dirildirsən. Səninlə bağlı bütün bunları eşitdikdən sonra belə bir nəticəyə gəldim ki, bu ikisindən biri gərək doğru olsun. Sən ya Tanrısan və bu şeyləri etmək üçün göydən enmisən, ya da bunları Tanrının oğlu olaraq edirsən. Odur ki, sənə yazaraq xahiş edirəm ki, mənim üzərimə gələn bu bəlanı məndən qaldırasan və xəstəliyimi sağaldasan. Çünki eşitdiyimə görə Yəhudilər sənin üstünə mırıldayır və sənə zərər vermək üçün tələ qururlar. Lakin mənim çox kiçik, amma nəcib bir şəhərim var ki, ikimizə də yetəcək qədər böyükdür. İsa əleyhissalam cavabında belə bir məktub yazdı. Mübarəksən ki, məni görmədən mənə iman etmisən. Çünki mənim haqqımda yazılıb ki, məni görənlər mənə iman etməyəcək. Məni görməyənlər isə mənə iman edərək xilas olacaq. Ancaq sənin yanına gəlməli olduğumla bağlı mənə yazdığın şeyə gəldikdə, mənə vacibdir ki, burada mənimlə göndərilən hər şeyi tamamlayım və beləcə onları tamamladıqdan sonra yenə məni göndərənin huzuruna qayıdım. Lakin yüksəldikdən sonra sənin yanına həvarilərimdən birini göndərəcəyəm ki, xəstəliyini sağaltsın, sənə və yanındakılara əbədi həyat versin. Evsebi yazır ki, deyilənə görə 12 həvaridən biri Thomas ilahi göstərişlə Məsihin 70 həvarisindən biri olan Tadius adlı bir nəfəri İsa'nın vədini yerinə yetirmək üçün oraya göndərdi. Tadius hökmdarın huzuruna çıxdıqda Əkbər böyük bir mükaşifə yaşadı. Həvarinin üzü nur kimi parladı. Əkbər dərhal Tadiusun önündə səcdəyə qapandı. Həvari əllərini Əkbərin üzərinə qoydu və onu sağaltdı. Hökmdar İsa'ya iman gətirdi və əmr verdi ki, bütün şəhər cəmaatı toplansın və Tadiusun xütbəsinə qulaq assın. Sonra isə əmr etdi ki, ona qızıl gümüş verilsin. Lakin həvari bunu rədd edərək belə dedi. Biz sahib olduğumuzu verməsək, başqasının sahib olduğunu necə alacaq? Tarixçilər həmfikirdir ki, hekayədəki bu hökmdar Kral 9-cu Əkbərdir və onun rəhbərliyində xristianlıq Edessanın rəsmi dini oldu. Bu hekayədə həddən artıq qəribə olan müxtəlif nüanslar var. Hər şeydən əvvəl bu İsa'nın belə bir yazışmasının qeydə alındığı yeganə haldır. Bildiyimiz qədərilə ona əcnəbi diyarların hökmdarlarından təşrif etməsi istənilən başqa bir məktub gəlməyib. Diqqət edilməli olan ikinci nüans isə eləcə ortaya çıxaraq möcüzə göstərən bu müəmmalı həvarinin kimliyidir. O özünü İsa'nın həvarisi adlandırırdı. Ona görə də tarix belə nəticəyə gəlib ki, o gərək 70 həvaridən biri olsun. Bəs o əslində kim idi? Edessalı Tadiusun həyatı və ölümü, hətta var olduğu haqda ortaq bir fikir yoxdur. Şərqi xristian rəvayətlərinə əsasən, Tadius o vaxtlar Suriya şəhəri olan Edessada Yəhudi ailəsində dünyaya gəlir. O, vəftişçi Yəhyanı izləmək üçün Yerusəlimə gəlir. Sonra isə
İsa ilə qarşılaşır və onun dəvətini yayan 70 həvaridən biri seçilir. Thaddeus Aday adının Yunan versiyasıdır və o hər iki adı ilə tanınır. Şərqi Ortodoks inanclıları arasında Adayın müqəddəs Agay və müqəddəs Maria adlı öz havariləri var idi. Hər ikisi ona ruhani yönləndirici olaraq tutunmuşdular. Roma Katolik rəvayətlərində Aday və Mari Fars və Assuriya cəmaatının himayədarları sayılırdı. İnanca görə müqəddəs Mari müasir İraq torpaqlarında yerləşən Nineviya, Nuseybin və Fərad sahillərində dəvət vermişdir. Beləliklə, bizim hər biri bu hekayə ilə əlaqəli olan 3 müəmmalı obrazımız var. Thomas, Thaddeus və ya Aday və Mari və əfsanəyə görə onların hər üçü İsa'nın həvarisi olub. Elə hekayənin ən maraqlı yeri də burasıdır. Çünki tarixdə bu 3 ad başqa bir peyğəmbərin həvariləri olaraq da qeyd edilir. Şərq xristian rəvayətlərinə görə Mani peyğəmbərin dəvətini yayan Thomas, Adis və Mari və ya Maradi adlı 3 həvari var idi. Faktiki olaraq Maninin bu 3 həvarisi kökü fərqli yerlərdən gələn bir çox müxtəlif rəvayətlərdə keçmişdir. Bu 3 nəfər Maninin risalətini dünyaya yayan ilkin həvariləri olaraq bilinir. Maraqlıdır ki, Maninin həvariləri Thomas, Adis və Marinin səyahətləri eyni bölgədən keçmiş İsa'nın həvariləri olan Thomas, Aday və Marinin səyahətlərinə uyğun gəlir. Lakin nəzərə çarpan bir problem var. Rəsmi hekayəyə əsasən Mani İsa'dan neçə nəsil sonra yaşayıb? Onların eyni çağda yaşaması necə mümkün ola bilər? Bu ağlabatan ola bilməzdi, ta ki İmam Əhməd Əl-Həsənin sözlərini nəzərə alana qədər. İmam əleyhissalam açıqlamışdır ki, həqiqətdə Məsihin doğulmasından 2020 il ötməyib. Hətta Roma Katolik kilsəsi bu illərdə etiraf etdi ki, Məsihin doğulduğu il səhv qeydə alınıb. O, böyük ehtimalla eramızdan əvvəldən eramıza keçən zaman dilimindən illər əvvəl dünyaya gəlib. Təqvimdəki eralar illərin itirilməsinə gətirib çıxarıb və nəticədə yazıya alınmış tarixin əksəriyyəti tam dəqiq deyil. Tarixçilər həmfikirdirlər ki, bu hekayədəki Əkbər Şah 179-214-cü illərdə hökmranlıq etmiş 9-cu Əkbər olub. Amma hekayənin gedişatı İsa ilə Əkbər Şahı eyni zamana aid edir. O, hətta Peyğəmbərə məktub yazır, üstəlik cavabını da alır. Zaman qrafikindəki qüsurun digər göstəriciləri tarixi yazılardan anlaşıla bilər. 4-cü əsrdə Yerusəlimin Kirili Heresi Hunter Thomas'ın Gnostik İncilinə qarşı çıxış edərək belə dedi. Qoy heç kim Tomasa istinad edilən İncili oxumasın. Çünki bu 12 həvaridən hər hansı birinin əsəri yox, Maninin 3 alçaq həvarisindən birinin işidir. Lakin tarixçilər həmfikirdirlər ki, Thomas İncilinin Yunanca bölümləri eramızın 40 və 140-cı illəri arasındakı bir zaman dilimində yazılmış olmalıdır. Bu kitab Maninin həvariləri tərəfindən necə yazıla bilər? Bir halda ki, Maninin özü 216-cı ildə dünyaya gəlib. Kiril bir kilsə alimi olaraq bu faktdan qəti şəkildə xəbərdar idi. Buradan belə çıxır ki, Mani bizim düşündüyümüzdən daha əvvəl yaşayıb. Mani peyğəmbər haqqında başqa nələr bilirik? O, Edessadan çox da uzaqda olmayan, indiki İraqda yerləşən Dəclə çayının şərq sahillərində dünyaya gəlib.
onun müəllimi elə öz ilahi ruh əkizi olan İsa Məsih idi. Ancaq bu bildiklərimizə əsasən yeni bir sual ortaya çıxır. Ola bilərmi ki, İsa maniyə sadəcə ruhani formada deyil, fiziki formada da görünsün? Mani peyğəmbər haqqında başqa hansı sirlər açıqlanmamış qalır? Bəlkə də onlardan bəziləri gözümüzün önündədir, amma biz görmürük. Qısa bir axtarış bəs edir ki, Maninin anasının adının bizə çox tanış olduğunu tapaq. Tarixi mənbələrə görə onun adı Məryəm idi.